Bazarlığa gəlmişik, dedik həm də meyvə alaq. Məsələn, burada əjdaha meyvəsinin qiyməti cəmi 1 manat 90 qəpiyə ətrafında, 80 qəpiyə ətrafında bir şeydir. Banan zaten hər yerdə ucuzdur. Burada başqa sarı rəngdə əjdaha meyvəsi də var. Ananaslar var burada, cəmi 1 manatdır. Bunlar hansı ki soyuluda verilir 1 manata. Armud və bunlar da özlərinin yerli meyvələrdir. Bunlar da maksimum qiyməti 2 manatdır. Yəni də bir armudu qiyməti harcısa 2.90 civarında, 2.80 civarındadır. Belə, bunların da qiyməti maksimum 2.70-2.80. Və meyvələr arasında ən bahalısı almadır. Yəni burada olanlardan təbii ki, ən bahalısı üzümlə gilasdır. Və ən ucuz almanın qiyməti belə 3 manatdan yuxarıdır. Normaldısa qiymətləri 5, 6, 7, 8 manat civarında bir şey olur.